övliyaları sevməkdən başqa vasitə yoxdur. Çünki onlar Allahın xəlifəsidir. Allah öz sifətlərini bunlara verib. Belə deyir ki, la fərqə beynəkə və beynə Allaha deyir işte, ilahi səninlə onlar arasında, yəni Əhl-i Beyt arasında heç bir fərq yoxdur. Bir dənə fərq var, onlar bəndəndir. Yəni bütün işlər onların əli ilə görülür. Və hətta məsələn, bəzi hədislərdə var, çox qəribə hədislərdir, bunları danışmaq olmur. Görsən, danışırsan, deyirlər ki, ümumiyyətlə Allah Təbarək və Teala bizim əlimizlə xəlq elədi, bizim əlimizlə ruzi verir, bizim əlimizlə öldürür. Hər bir şeyi özlərinə nisbət verirlər. De ki, mənə Allahdan qeyrisinə mi ibadət etməyi əmr edirsiniz, ey cahillər? Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur. Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et və şükr edənlərdən ol. Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə onun ovucunda olacaq. Göylər isə onun əli ilə büküləcəkdir. O pakdır, müqəddəsdir və onların ona qoşduqları şəriklərdən ucadır.